130 və 70-in cəmi 120 ədədindən nə qədər çoxdur? Gəlin əvvəlcə tapaq görək 130 və 170-in cəmi nə qədərdir? Bunu alt-alta hesablaya bilərik. 0 ilə 0-ın cəmi 0, 3 ilə 7-nin cəmi 10, 0 yazıram 1 yadda, 1 də yaddaydı, 2, 200. Deməli, cəmi tapdıq. İndi soruşulur ki, bu cəm 120-dən nə qədər böyükdür? Bunun üçün əlbəttə 200-dən 120 çıxacaq. Yenə alt-alta hesablayaq. 0-dan 0 çıxanda qalır 0. 0-dan 2 çıxa bilmirəm, 2-dən 1-ni verdim. 10-dan 2 çıxanda qaldı 8. 2-dən 1-ni vermişdim, qalmışdı 1. 1-dən 1 çıxanda qaldı 0. Deməli, nə qədər çoxdur? 80 vahid. B variantı doğru cavabdır. Cəmi tapın. 234 üstəgəl 489. Hesablayaq. 4 ilə 9-un cəmi 13. 3 yazıram 1 yadda. 3 ilə 8-in cəmi 11. 1 də yaddaydı 12. 2 yazıram 1 yadda. 2 ilə 4-ün cəmi 6. 1 də yaddaydı 7. Cəmimiz elədi 723. A variantı doğru cavabdır. Çıxma əməlində azalan 306 və çıxılan 142 olarsa fərqi tapın. Gəlin yazaq. 306 azalan, 142 çıxılan. Fərq nə qədər olacaq? Alt-alta hesablayaq. 6-dan 2 çıxanda qaldı 4. 0-dan 4 çıxa bilmirəm. 3-dən 1-ni verdim. 10-dan 4 çıxdım, qaldı 6. 3-dən 1-ni vermişdim, qalmışdı 2. 2-dən 1 çıxdım, qaldı 1. Fərq oldu 164. B variantı doğru cavabdır. Verilmiş rəqəmlərdən istifadə etməklə yazılan ən böyük və ən kiçik 3 rəqəmli ədədlərin fərqini tapın. Gəlin əvvəlcə ən böyük yazmağa çalışaq. 9, 4, 2. Verilmiş 3 rəqəmli ədədin ən böyük olması üçün bu 3 rəqəmin arasındakı ən böyüyünü, yəni 9-u yüzlüklər mərtəbəsinə yazmalıyıq. Ondan biraz kiçik 4-dür, 4-ü onluqlar mərtəbəsinə yazaq. Ən kiçik isə 2-dir, 2-ni də təkliklər mərtəbəsinə yazaq. Bu oldu bizim ən böyük ədədimiz. Ən kiçik ədədi nə tər taparıq? Tam tərsi. Verilmişlərin arasından ən kiçiyi yüzlüklər mərtəbəsinə yazarıq. Ondan bir qədər böyüyünü onluqlar mərtəbəsinə, ən böyüyünü isə təkliklər mərtəbəsinə. Ən kiçik ədədi də tapdıq. İndi bunların fərqini tapmalıyıq. Gəlin alt-alta çıxaq. 942 çıxısın 249. 2-dən 9 çıxa bilmirəm. 4-dən 1-ni verdim. 12-dən 9 çıxanda qaldı 3. 4-dən 1-ni vermişdim, qalmışdı 3. 3-dən 4 çıxa bilmirəm. 9-dan 1-ni verdim. 13-dən 4 çıxdım, qaldı 9. 9-dan 1-ni vermişdim, qalmışdı 8. 8-dən 2 çıxanda qaldı 6. Cavabımız oldu 693. B variantı doğru cavabdır. Hesablayın və müqayisə edin. Solda yazılıb 7 vurulsun 9. 7 dəfə 9 60-a bərabərdir. Sağda yazılıb 6 vurulsun 10. 6 dəfə 10 60-a bərabərdir. 63 ilə 60-ın arasında hansı daha böyükdür? Əlbəttə ki 63. 63 böyükdür 60-dan. A variantı doğru cavabdır. Qalıqsız bölmə əməlində bölünən 80 və qismət 8 olarsa böləni tapın. Deməli, bölünənimiz 80-dir. Bölən neçədir bilmirik. Qismət 8-dir. Məchul böləni tapmaq üçün nə etməliyik? Bölünəni, yəni 80-i qismətə, yəni 8-ə bölməliyik. 88-ə böləndə eləyir 10. Deməli, bölənimiz 10'uymuş. B variantı doğru cavabdır. A bərabərdir 3 olduqda 15 çıxılsın 24 bölünsün A ifadəsinin qiymətini hesablayın. Gəlin ifadədə A-nın qiymətini yerinə qoyaq əvvəlcə. 15 çıxılsın 24 bölünsün. A neçədir? 3. 24 bölünsün 3. İndi ifadədə həm çıxma əməli var, həm bölmə əməli var. Birinci bölmə əməlini eləməliyik, sonra çıxma. Çıxma əməli olduğu kimi qalsın. 24-ü 3-ə böləndə neçə eləyir? 8. Artıq 15-dən 8-i çıxa bilərik. 15-dən 8 çıxanda qaldı 7. Cavabımız oldu C variantında. Tənliyi həll edin. Nə görürük? Toplanan cəm. Məchul toplananı tapmaq üçün nə etməliyik? Cəmdən, yəni 30-dan, məlum toplananı, yəni 13-ü çıxmalıyıq. Gəlin alt-alta çıxaq. 0-dan 3 çıxa bilmirəm. 3-dən 1-ni verdim. 10-dan 3 çıxanda qaldı 7. 3-dən 1-ni vermişdim, qalmışdı 2. 2-dən 1-in çıxanda qaldı 1. Deməli, x bərabərdir 17-yə. Cavabımız oldu B variantında. Şəkildə hansı fəqsə fiquru təsvir edilmişdir? Dostlar, şəkildəki fiqur prizmadır, düzdür. Amma hansı prizmadır? Prizmanın növünü necə təyin edirik? Əlbəttə ki, onun oturacaqlarına baxırıq. Şəkildəki prizmanın oturacağı üçbucaq formasındadır, düzdür? Hər iki oturacağı. Deməli, fiqurumuz üçbucaqlı prizmadır. C variantı doğru cavabdır. Verilmiş şəkil hansı fəqsə fiqurunun açılışıdır? Şəkildə hansı fiqurun açılışını görürük? Əlbəttə ki, silindrin açılışını görürük. C variantı doğru cavabdır. Hesablayın. 116 vurulsun 5. Gəlin alt-alta vuraq. 5 dəfə 6 30. 0 yazıram 3 yadda.
5 dəfə 1 5, 3 də yaddaydı 8. 5 dəfə 1 5. Cavabımız oldu 580. B variantı doğru cavabdır. Saatda 80 km sürətlə gedən avtomobil 7 saatda neçə kilometr yol gedər? Dostlar, 1 saatda 80 km gedirsə, 7 saatda nə qədər gedər? Bunu tapmaq üçün nə edəcəyik? 80-i 7-yə vuracaq. Gəlin kənarda alt-alta vuraq. 7 dəfə 0 0, 7 dəfə 8 56. Cavabımız oldu 560. A variantı doğru cavabdır. Qalıqlı bölmə əməlində bölən 8, natamam qismət 14 və qalıq 0-dan fərqli bir ədəd olarsa, bölünən aşağıdakılardan hansı ola bilməz? Deməli, bölünən neçədir bilmirik. Bölən 8-dir, qismət 14-dür, qalıq da hər hansı bir ədəddir və bu ədəd 0-dan fərqlidir. Bu vəziyyətdə biz bölünəni tapmaq üçün nə etməliyik? Əlbəttə ki, böləni qismətə vurub, üstünə qalıq neçədirsə, məsələn, bir boş xana ilə işarə eləyək, onu gəlməliyik, düzdür? Gəlin baxaq. 8 dəfə 14 neçə eləyir? Əvvəlcə kənarda hesablayaq. 14 vurulsun 8. 8 dəfə 4-üm 32. 2 yazıram 3 yadda. 8 dəfə 1-im 8. 3 də yadda 11. 112 üstə gəlinsin hansısa bir ədəd. Düzdür? Bilmirik neçədir. İndi gəlin baxaq. Deyir ki, şərtdə sualımız belədir ki, bölünən aşağıdakılardan hansı ola bilməz? Bölünənə baxırıq. Deyir ki, 113. Bölünən 113 ola bilərmi? Yəni x 113-ə bərabər ola bilərmi? 113 bərabərdir 112 üstə gəl 1-ə, düzdür? Deməli, bölünənin 113 olması üçün qalığın 1 olması lazımdır. Verilmiş bölmə əməlində qalıq 1 ola bilərmi? Bəli, ola bilər, niyə olmasın? Qalıq həmişə böləndən kiçik olmalıdır və 1 8-dən kiçikdir. İkinciyə baxaq, B variantına baxaq. 117. 117 bərabərdir 112 üstə gəlinsin 5-ə, düzdür? Yəni, əgər bölünənin 117 olmağını istəyiriksə, qalıq 5 olmalıdır. Qalıq 5 ola bilərmi? Yenə 5 8-dən kiçikdir. Əlbəttə ki, ola bilər. İndi 120-yə baxaq. 120 bərabərdir 112 üstə gəlinsin 8-ə. Deməli, bölünənin 120 olması üçün qalığımız 8 olmalıdır. Düşünək. Bölən 8-dirsə, qalıq 8 ola bilərmi dostlar? Ola bilməz. Çünki qalıq həmişə böləndən kiçik olmalıdır. Amma 8 8-ə bərabərdir. Deməli, hansı ola bilməz? C variantı. Cavabımız oldu C variantında. 96 ədədinin 4də 1 hissəsini tapın. Necə tapacaq? 96-nı surətə, yəni 1-ə vurub məxrəcə, yəni 4-ə böləcəyik. 96 dəfə 1 eləyir 96. 96 bölünsün 4. Gəlin çubuqlu bölməklə bölək. 9-un içərisində 4 neçə dəfədir? 2 dəfə. 2 dəfə 4 elədi 8. 9-un 8 çıxdım qaldı 1. 6-ın salaq aşağı. 16-ın içində 4 neçə dəfədir? 4 dəfə. 4 dəfə 4-üm elədi 16. Çıxanda qaldı 0. Deməli, 96-nın 4də 1 hissəsi 24-üymüş. A variantı doğru cavabdır. Şokolad 1 manat 50 qəpik, keks 2 manat, 1 stəkan kofe 2 manat 50 qəpikdir. Rasim bunların hər birindən bir ədəd aldıqdan sonra satıcıya 10 manat verir. Satıcı Rasimə neçə manat qaytarmalıdır? Gəlin baxaq. Şokoladın qiyməti 1 manat 50 qəpikdir. Keksin qiyməti 2 manatdır. Və kofenin qiyməti 2 manat 50 qəpikdir. Görə ümumiyyətlə bunların cəmi üçün Rasim nə qədər verməli idi? 1 manat, üstə gəl 2 manat, üstə gəl 2 manat. Nə qədər eləyir? 5 manat. 50 qəpik, 50 qəpik. Nə qədər eləyir? 100 qəpik. 100 qəpiyimiz də 1 manata bərabərdir, düzdür? Yəni 5 manat, 1 manat, cəmi 6 manat verməliymiş Rasim. Amma 10 manat verib. 10 manat veribsə, 6 manat verməli idisə, satıcı nə qədər qaytarmalıdır? 10-undan 6-nı çıxandan sonra qalanını Rasimə qaytarmalıdır. Yəni 4 manatı qaytarmalı idi. C variantı doğru cavabdır.